Atam odun doğruyur, yoxsa adam? Bu sual 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan test tapşırığında təqdim edilib. Sualın cavabında isə nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib. Sözü gedən test tapşırığı isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb və ciddi narazılıq doğurub. Təhsil ekspertləri bildirirlər ki, bu test tapşırığında təqdim edilən adam doğruyur ifadəsi düzgün cavab olmasa da, şagirdlərin şuuraltı psixologiyasında cinayətə meyillilik formalaşdırır. Bu tip kitablar adətən dərsli olmur, dərsliyin komponenti kimi olur. Məsələn, uşaqlar sərbəst, belə deyim, hər hansı bir mövzu işləyərkən bu müəllifin kitabların, bu tip müəlliflərin kitablarını alırlar. Bunu oxuyan şagird üçün bir növ adam doğramaq sanki adi hal kimi qəbul olunur. Müəyyən qədər psixoloji baskı var. Həm də burada sanki cinayətin adi hal olduğunu biz burada görürük. Təbii ki, bunlar qəbul edilməzdir. Hələ üstəlik ibtidai sinif, xüsusən 1-ci siniflər üçündür. Ekspert qeyd edib ki, bu kimi test topluları müxtəlif nəşriyyatlara aid digər dərsliklərin məzmununa ciddi şəkildə nəzarət edilməli, sualların və mövzuların şagirdlərin yaş qruplarına uyğunluğu təmin olunmalıdır. Həmçinin nəşriyyat da burada müəyyən qədər hər kitabı çap etməli deyə bir şey yoxdur. Ən azından nəşriyyat çap etdiyi kitabına cavabdeh olmalıdır. Elm və Təhsil Nazirliyi də müəyyən qədər bu kitablara cavabdehlik daşımalıdır. Yəni bu qurumlar da bu kimi məsələlərdə belə deyim, laqeydlik göstərməlidir. Bu kimi müəlliflər ki var, kitab çap etmək istəyir müstəqil şəkildə, şərait yaradılmalıdır ki, onlar müraciət edə bilsin və bunların vəsaitləri ən azından bir belə deyək, nəzarətdən, təftişdən, yoxlamadan keçirilsin. Məsələ ilə bağlı Təhsil İnstitutundan Xəzər xəbərə bildirildi ki, bütün dərsliklərin məzmun keyfiyyəti Elm və Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir və yalnız qiymətləndirmədən keçdiyi halda onların məzmunu təsdiqlənir. Digər tədris vasitələri ümumi təhsil müəssisəsində yalnız o zaman istifadə oluna bilər ki, həmin vəsaitlər məktəbin pedaqoji şurası tərəfindən təsdiqlənsin. Təbii ki, pedaqoji şuralar bu zaman çox diqqətli olmalı, yalnız keyfiyyətinə əmin olduqları vəsaitlərin tədrisdə istifadəsinə icazə verməlidirlər. Sözü gedən test kitabına gəldikdə isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, belə bir test tapşırığı təhsil idarə etmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur. Nərmin Məmmədhəsənli, Kamran Mirzəyev, Xəzər xəbər.